və özlərinin kasetlər ki, yayılır, özləri çəkibləri. Məndə ki, bu qeyblərə qatılmış. İmam Zaman bir dənə idi qeybə qatılmış. İkincisi də tapılıb. Bu da qeyblərə qatılıbdır ki, Muştaba Xaməni qeyblərə qatılmış. Bir dənə adam vardı, bu Talibandan. Hatta, nə deyirsiniz, Əfqanistanda. Molla Ömər. Beçaranın bir gözü də harada nə dəymişdi, kördür. Özü də o qədər eybəcər. Saqqal da basıb, kifir. Ondan sonra basıb tutmuşlar da Əfqanistanı. Çıxırdı ki, o cəmaata danışanda bir nəfər də tapılırdı. Bunun üzünə, qabağına bir də pərdə tuturdu ki, yəni bunun gözəlliyi, nur. Nə nur, bədbaxt belası, şəbbərə, əyri, gözlə görmür, saqqal basıb, heç hamam da bilmirlər. Bilmədi, harada da öldü, getdi. Amma elə ki, çıxırdı meydanlarda danışa, gəlirdilər, bunun da üzünə bir dənə pərdə saxlayırdılar ki, bu şualar Əfqanistan. Ona görə də İran adlanan yerdə də deyirsən ki, nədir bu adam ki, şəbbəri olub, hər nə olubsa, çıxardın da, çıxsın görək də, görək dədəsi nə elədi ki, hansı möcüzələri elədi ki, dədəsi deyir, nə savaş olacaq, nə danışıq. Vərikli oldu ki, hə? Nə oldu? Demək ki, indi bir dənə Vardanyanın birisini, Vardanyanın zadı tutmadı, senaryosu, ay pullu gəlir, onu Gürcüstanda elədilər. Hələ onun zindanın Beçara Sarkaşvili hələ çəkir. Demək ki, Tbilisidə cəmaat heç çıxır, çoxunluq nə oldu? Həmin baş nazir ki, Sarkaşvili zindana basdılar, özü çıxdı, demək ki, fırıldağın biridir, indi 6 il, 9 il zindana, həmin baş nazir Gürcüstan. Niyə? O adamı ki, yolladılar, Səkinündə, Putin milyarder yolladı ora, gəldi filan. Və Vardanyanı da yollamışdılar Qarabağa. Putin Rusiya vətəndaşıdır, Şalanda milyarderdir, pulu da paylayır. Azərbaycan da vurdu başına. Putini yox, belə səni demək ki, nə bilim, it də, şeytan da hər kəsə göndərsə gəl, otur burada, hələ qal burada, qalacaqsan. İndi Ermənistana onun bir dənə cinə tayin göndərir. Cinə də tayin göndərir bu dəfə Paşinyana qarşı. Bilirlər ki, bu Paşinyan demək ki, başa düşüb ki, deyir, o da bunu 1000 dəfə deyib. Yəni, başa düşüb ki, bir dənə məğlub olmuş, vırılmış, ondan sonra baş nazir, ali baş komandan, seçkidə də qazandı, dayanıb da orada dilədə bunun sirri nədir? Ona görə ki, qayıdıb millətə dedi, deyək ki, bu tapı o var ha bu. Bu tapı o bu ki var. Buna razı olaq. Tariximiz, Türkiyə ilə nə işimizə, Azərbaycandan nə işimizə, gəliş gediş olsun, ondan sonra filan. Nəyə qayıdaq? Asala açacaqsınız. O yuxu idi. Asala düzəldəcəksiniz, Dems düzəldəcəksiniz. Gedəcəksiniz dünyanın o yanda, bir yanda, Avustraliyada, Amerikada, Fransada, ya Berlində. Tələt başa öldürəcəksiniz. Qutardı o şeylər. Tutarlar qulağımızdan gətirirlər, bu da burada prezident demişkən çayı içərsiniz, oturun burada, sonra məliyirsiniz, sonra arvadlarınıza zəng açırsınız, sən yalvarın bir yerlərə Avropa Şurasına, Avropa Birliğine, deyir, oturun yerinizdə, gəlir Putinin zəncirin, Zelenski açsa Zelenski çəkilsə, gəlir Putin, mələdir sizi. Pulunuz var, gücünüz var, silahınız var, nüvə silahınız var, nə olubdur, dərdiniz nədir? Azərbaycanda getdiniz, bu 30 ildə dəstəklədiniz ermənini. Dəstəklədiniz ermənini. Ona görə bu günlər demək ki, Azərbaycana durub demək ki, hədələmək, amma məsələ budur, yenə də deyirəm. Bizim gücümüz bütövlüyümüzdədir. Bütövlüyümüzdə hamısı da biliblər. Hamısı qəşəh bilir. Avropası da, Amerikası da və Tehran qəşəh bilir, Rusiya da qəşəh bilir. Erməni ilə birgə hərəkət edirdilər. Casusları da burada birgə. Silahı da Rus verirdi ora, hər zaman da. Paşinyan da indi sıxıb düşüb demək ki, normal, mədəni şəkildə. Küçələrdə Peterburg sandviç yeyir, ondan kart oynayır, cəmaatla deyib gülür, cəmaatın içindən çıxır normal şəkildə. Və belə də geçsə bu seçkini aparacaq, iyunun 6-sında bu seçkini aparacaq. Və bunu da bəyək də söylədim, məğlub adamı kim dəstələyib, Azərbaycanda yapmış qanatından deyək, dur ayağa. Bax, nə deyirsə, motosikletin işləmir, bax ki, səlyarqa verirəm, benzin də verirəm, pul da verirəm. Baxın, görün, dünəndən bəri mediada nə gedir. Əgər Paşinyana bir şey olsa, Azərbaycan dəstəkləyəcək. Özləri də bilirlər, Azərbaycan dəstəkləyəcək. Niyə? Görürlər ki, bu Azərbaycan nağdır burada. Savaşıbsan, vırıbsan, cinayət eləyibsən, terror eləyibsən. Bu deyil, bizim diplomatlar, xarici diplomatlar, nə bilim, hamısı yalan demək Qarabağda. Baxırlar da bunların əməllərinə, filanlarına, qutaran da deyir ki. Amma belə halda ki, Azərbaycan mərhəmətli əlini uzadır, deyir ki, savaşdıq, indi ki, barışaq, o sazişi imzala, qoy sənin də canın qutarsın, o erməninin də, yerdə qalan erməninin də canın qutarsın. Ermənilər kətlərində yalvarırlar ki, Zəngəzur yolu havaq da açılacaq. Bu qətar hardan buradan, havaq buradan keçəcək, bu yol adından Hasan açılacaq. Keçən həftələrdə söhbət düşdü ki, Cənab Erdoğan zada gəlmək istəyir, Ermənistana gəlmək istəyir.
Qaçdılar tez 5-6 nəfər tapdılar. Bizim mübarək bayraqları yandırın. Ay demək ki, ölülər yadlarına düşdü. Bir də Köçəryanı çıxartdılar hansı Sıçan deşigindən, Sərkisyanla Köçəryanı gətirdilər ki, çəkilin gəldi bu teröristlər. O dövr keçib, o dövr keçib, neyini yazəksiniz? Daha yoxdur, Qarabağ sizin adına artısaq da onlar geçdi, bitti, onlar bitib. Bəyət də söylədiniz, çağdaş zaddan danışaq. Çağdaş dünya budur bu günləri. Gəlib dayanıb orada, yollar dayanıb, borular dayanıb, ondan sonra Azərbaycan da çəkinmədən, demək ki, dələqə də göndərir, qrup da göndərir, qaz da göndərir, neft də göndərir, su da verir, hər qədər verir, deyir ki, bizdə belədir. Bu bizim mədəniyyətimizdir, Türk mədəniyyətidir. Amma Tehran rejiminə gəlsə, gəlib canı, heç kəs Tehran rejimini qoruya bilməyəcək. Tapılır bizim Azərbaycanda da və ya Türkiyədə, mediada, deyəsən, bunlar nə deyirlər? Bunlar deyəsən, yatıblar, nəyi görürlər? Məsələ nədir? Məsələ buradadır ki, atlanırlar, ay bizim İsraillə münasibətimiz, ay Amerika ilə nə münasibətimiz. Amerika gəldi, çağırdı, Amerika dedi Washingtonda, Paşinyana da dedi, gəl bura, otur orada. Bu da Prezident İlham Əliyev, əl ver, duraya əl ver. Adın da demək, zəng yazırdı. Bəlkə elə beyaz da onun adını PP-də qoyarsınız, Trump'da qoyarsınız. Yazı. Yəni demək, nağd. Durub gəlir də, Putin gəlirdi də. Hə? Demək ki, bu günləri demək ki, Putin də bilir ki, o dünənləri soğurur adına, Ukrayna. Dəfələrlə demişəm. Getdin ki, sən 40 saata, 24 saata tutacaqdın, Ukrayna ölkə kimin ölkə oldu, dövlət kimin dövlət oldu, ordu kimin ordu olubdu və o Zelenskini ki, ələ salırdınız, gördün ki, hər kəs öz düz yerində olanda aktörüsü idi, yaxşı aktörüsü idi. Belə qəşəng oynaydı o zatları, öz rolunu qəşəng oynaydı. Keçdi, bura millət ona demək ki, inandı və dayandı da döyüşdə və döyüşür də. Hamını da. Ay çəkilin, Trump o altı güşəli evdəyir. Ona bir bozardılar, elədilər. Zelenski, nahar da vermədilər. Oradan da qovaladılar ağ evdən. Gedib naharsız yola saldılar. Amma nə oldu? Bir siyasət işlətdi ki, bu günləri hər yanda velkamendir. Azərbaycanda da bağıra basılır, ondan sonra dəstək görür, çıxır Ərəb dünyasında da, Tehran vurduğu Ərəb dünyası, İslam dünyasında da. Bu günlərdə deyişi, istəyirsiniz, gələ orada bizə Zelenski deyil. Gələ bu körfəzi açaqlar, Mənuçerdir, Hürmüzdür, nədir, nə bilmir. Onu da açaqlayıb biz, kömək eləyə. Ərəblərə də istəyirsiniz də bizə dron verək da sizə. İstehsal edək mi? Avropaya dünənləri. Avropaya 5 milyardlıq Almaniya, görünəz o dünya gör hara gəldi ki, döndü indiyə, həməşə bunlar gözləydi silahlı, indi ki, Zelenski demək ki, bura dronları verəcək, Ukrayna. Ya məsələ buradadır ki, bu günləri bəllidir ki, zaman kimin xeyrinə gedir. Tehran rejimi də bəyət da süzdürür. İndi Tehranda, dünəndə İran adlanan yerin çeşidli yerlərinə. Bunlar başlayıblar ki, boş-boşuna şaqqıldatma. Siz güya istəyirdik ki, vurasınız. Niyə o İsrailin uçaqları göydə manevr gəzirdilər, keyfindən vura bilmədiniz? Niyə Amerikanınkilər yalandan deyirdiniz ki, F-35'i də salmışıq. Getirdən çıxartda bir görə, haradadır o F-35'lər? Və Trump da deyir ki, bura bax, kongresdə də bu günləri, Amerika kongresində, dünən gecədə, yəni bugünkü alır. Dünən deyirlər ki, o 60 günlük məsələsi da bitdi, o qanun da bitdi, zat da getdi orada, Rubio da getdi orada, o zat bitibdi, ya demək ki, savaş naziri də. Dedi, indi bitdi, zadın əli açıqdır hələ, Trump'ın əli açıqdır. Trump da deyir ki, o işinin 20% qalır. Və özlərinin kasetlər ki, yayılır, özləri çəkibləri, deyir ki, bu qeyblərə qatılmış. İmam Zaman bir dənə idi qeybə qatılmışdı. İkincisi də tapılıb. Bu da qeyblərə qatılıbdır ki, Muştaba Xamenei qeyblərə qatılmış bir dənə adam vardı bu Talibandan. Hatta, nə deyirsiniz, Əfqanistanda. Molla Ömər. Beçaranın bir gözü də harada nə dəymişdi? Kördür. Özü də o qədər eybəcər. Saqqal da basıb, kifir. Ondan sonra basıb tutmuşlar da Əfqanistanı. Çıxırdı ki o cəmaata danışanda bir nəfər də tapılırdı. Bunun üzünə, qabağına bir də pərdə tuturdu ki, yəni bunun gözəlliyi, nur, nə nur bədbaxt bəlası şəppərə əyri, gözlə görmür, saqqal basıb, hamam da bilmir, bilmədi harada da öldü getdi. Amma elə ki çıxırdı meydanlarda danışa, gəlirdilər bunun da üzünə bir dənə pərdə saxlayırdılar ki, bu şualar Əfqanistan. Ona görə də İran adlanan yerdə də deyirsən ki, nədir bu adam ki, şəpbəri olub, hər nə olubsa, çıxardın da, çıxsın görək də, görək dədəsi nə elədi ki, hansı möcüzələri elədi ki, dədəsi deyir, nə savaş olacaq, nə danışıq. Hər ikili oldu ki, və demək ki, axır Amerika, Cəvənsi gəldi, getdi Pakistana, hamısı getdilər, oturan adamın qabağında belə quzu-quzu. Qalibaf da, Qalibaf həm adam yiyən, həm paslar, İnqilab Qvardiyasından, kökdən gələn, həmsə köksüzdür. Hardan gəl, belə deyirlərlə, iyisi cinsi Üzbəkistandan hardan gəl, hansı dərədən gəlir.
Amma bu günləri kimsə demək ki, ümidini bağlayır buna ki, Tehran bir də özünə gələcək. Tehran bir də özünə gələcək. Xeyr, bu hayküylə çoxu bilirsiniz nəyə yaranıb. Trump deyir ki, mən orada istəyirəm ki, bir nəfəri qoyam ki, mən deyəndə öl. Necə ki, bu da Venezuela kimi. O da maçoda orada oturub, o birisi də xaricdə gəlib oturub, deyir, seçiyə gedərsiniz, gedərik. İndi hamını səsi yatdı. O da nə deyirsən, Venezuela'nın parası birdən-birə qalxdı yuxarı, ondan sonra hamı işinə, ondan neft satılır filan. Deyir ki, bir də gətirəm mən də birisini istəyəm burada qoyam, sözə baxan olsun. Hər neyli etsin, namaz qılır, qılsın, qılmasa da qılmasın, mənə nə? Amma mən deyəndə oturab, amma Çinlə, Rusiya ilə gedəsiniz höbürləşməyə, o topol-mopolu da Quzey Koreyadan gətirəsiniz, nəmnəmənə filan, o dəmir-dümiri yığa verə, onları yığışdırın. Oturacaqsınız burada, bu körfəzdə də orada hotellər zat tikəcək, qəşək. Pul gələcək, ondan sonra siz də qazanacaqsınız, biz də qazanacaq, filan filan. Barack Obama maşın təyyarələrlə nağd pulları o zaman 150 milyar dolarla 250 milyar dolar nağdı, cirinci nağd pulları. Uçaqlara mindirdilər, Şveysariyanda yüklədilər, verdilər Tehran rejiminə. Tehran rejimi nədir? Pulları payladı bütün teröristlərə. Suriyədə, İraqda, Livanda, hər yanda və sonra bilirsiniz nə qayırdı. 5000 dənə də Amerikada yeşil kart aldı, yeşil kart. Yəni oturum, hətta davamlı, həməşəlik oturum. Verdi kimlərə bilirsiniz? Ən azı verdi o adamlar ki, vaxtı ilə Amerikanın səfirligini tutmuşdular onların uşaqlarına, dədələrinə, Kanada və Amerikaya doldurdular 5000 nəfər teröristləri və cinayətkarları. İndi Amerika hamısını qəlbirləyir. Yəni məsələ burada nədir? İran adlanan yerdə. İndi əgər bu günləri mən daha da olsa baxsam, bu günləri 180 min tümənə çıxıb doların qiyməti. 7 tümən dolar hara, 180 min tümən hara. Yemək tapılmır, çörək tapılmır. Burada otururlar, leylək vururlar belə də. İranı görürsən də nə qayırıb. Cəmaatın evindən xəbərim var, çörək tapılmır. Telefonları, interneti, hər şeyi bağlayıblar. Sənə deyə cəmaat deyə nədir? Dərman tapılmır, o kənser tutulan, xərçək tutan adam tapılmır dərmanı. Uşağa demək ki, süt tapılmır, ondan sonra çörək tapılmır, heç zat tapılmır. Heç kəsindən qoymur, səsi çıxa. Daraşırlar, tuturlar, basıb götürür. Gündə də edamlar gedir. Gündə edam gedir. Yəni o qəzəbli maşın, rəhimsiz maşın. Hətta oturur da o meydanda oxuyurlar ki, Trump gəl da, bu dəfə bilirsən nə var? Bəzi silahlarımız var, hələ kağızdan çıxartmazsın. Sən nə deyirsən o? Sən birini çıxartar, o 15'ini çıxartar. O da demək ki, meydan oxuyur. Kimsə də qabağında dayana bilmir, dayana da bilməyəcək. Və burada İran adlanan yer. Elə bilirlər ki, sabahları bu Trump çəkildi, getməyəcək o üzrəsinə. Getməyəcək. Əgər sabah çəkildi, getdi, elə biz yenə daraşıb açıq deyirlər. Qıracaq, öldürəcək, filan elə deyil. Bir-birini yiyəcəklər ki, başlayıblar yeməyə. Bir də millətlər, insanlar. Biri də deyir ki, yox, Azərbaycanlar işi də həll olub da, prezident də bizdəndir. Kətları gör, kəndi tab. Prezident sizdəndir, hə? 100 minlərcə adam öldürüblər və öldürürlər və dünyanı demək ki, savaşla qarşı-qarşıya qoyublar. Əgər Çin ilə Rusiyanı, Amerika qorxmasaydılar, çoxdan ne dünya 3-cü savaşa girmişdi. Və bunlar heç deyil, tozanaq salalar, aranı qarışdıralar. Amma hər nə edirlər öz əleyhinə. İndi də Trump da gəlib, Kəncan körfəzində, indi bunlar deyib, Farsınımış, məmnə Fars alsan gedib, Ərəb körfəzi deyirlər, əslində biz deyir Kəncan körfəzidir, hə? Yapışıb burasından. Gəmilər də çıxır o deşikdən, ha? O çürümüş gəmiləri var, bunların nefti doldururlar. Bunlar Hasanı, zamanı Hasan deyir, Soroku bitib. O zatlar deyir. Ha, çıxır o deşikdən, Amerikan sentikam çıxır, orada xırtəhli də ya qayıt, ya bağlayıb, buksirəlib aparacaq. Hətta Hindistan, hətta dev kəsərlər o yanlardan da yığıb tutub gətirir, deyib bağlayıb, qoymayacaq, nəfəs çəkəsiniz. Bir qəpiyi də qoymayacaq gələ. Hər yanda da demək ki, benzin, neft satmışdır, hamısını alacaq. Bağlayırlar hər yanı. Hər yanda da bir dənə küməz var, oranda tapacaq, tapırlar.